Hoş gördük hepinizi değerli dostlar. Bugün maşın kastasız. Ya maşın kasta değil ama çok güman ki söhbət belələrə baxırsınız. Bugün maşındayıq. Bugün maşındayıq, yağış yağır. Yağışı Bugünkü mövzumuz gözləyirik. odur ki, maşın zor şeydir. Maşın Bayaqdan soya qulaq asırdıq soyucu ünlüdən yeyək. da. Heç nə oturmuşduq maşında. Podkastın bilmirəm neçənci bölümü olacaq, amma maşın zor şeydir həqiqətən. Söhbət belədir ki, Maşın zor şeydir. söhbət belədir ki, maşın zor şeydir. Hop, nə? İşte kız var da, o balaca maşını var. Balaca maşında nə bilim pərdələrlə uzaqdan şey deyib. Televizor zat qoyub ora. Oyuncaqlarla uzaqdan oturur, nə bilim evi kimi. Orada yaşayır, yatır edir. Sən duş saat harda qəbul edir? Maşınlar. Quraşdırıb da duşla. Vanna azad soxur da o balaca maşın. İstəmə. Özü videoları elə çək, qaranlıqda, nə, zifir qaranlıq var. Açır maşını, nə, qorxulu. Qorxmadan da oturur ya. Çünki şüşəni sındırıb girə bilərəm bu riski. Şəhəsində iki də bizim kimi qaqaş gəlsə, onu qaldırıb aparacaq. Velosiped kimi şey yox. Yəqin o şəhərə yaxın yerdir. Şəhərin parkovkası zaddır. Yoxsa o elə rahat uzana bilməz orada. Gələn dəfə termos gətirmək lazımdır prosta bura, çünki çay tez qutarır. Gələn dəfə gərək termos lazımdır. Domino zat gətirirsən də özünü, domino zat çəkirsən, çayını zat. Gəliyən çıxdır. Amma həqiqi yəni maşın zor şeydir. Maşın olmasaydı, yəni məcbur qaça geyirdi ora. Yağışın altındakı. Gecə saat 1-də 2-də çörək alırıq. Çörək də almalıyım, yaxşı yatmasa oldum. Çörək almalıyım. Bəyə deyirik ki, qəşən romantik hava var. Mahnı var. Romantik yağış. Mən bilmirəm belə mahnı. Danış. Şeydə gecə ləzzət edir. Ay, Mənə nəsə qardaş. Gecə ləzzət eləyir. Mən də xoşlamıram elə də o mahnı. Prosta belə mahnı var da. sən onu niyə bilirsən sən mahnını var? Mən eşitmişəm də. Mən də eşitmişəm, amma Eşitmişəm. Bir də orası yadıma düşmədi də indi şey deyəndə, nədir onun adı, yağış deyəndə mənim yadıma. Sonra romantik hava dedin, romantik və yağış. İmенно o mahnıda o romantik sözündən yağış sözü Başqa mahnıda istehsal olunmur, istifadə olunmur. istehsal olmamışdı ya. Ancaq orada istehsal olunur bə. Ya mənim yadıma düşmür başqa bir mahnı. Mənim yağış yağır bu şəhərə. Sonra romantik sözü və yağış. Açqa. Da. Depotet. Da pataksteci. Daz. Birinci spinkaları qaldırmaq Düz deyirsən, nədir alam? Adam yatmaq istəyir vəbşi. Xəstələnirəm dostlar. Hava dəyişkənlidir çox. Yəni istidən birbaşa soyuğa keçdi. Dinlə. Havadakı yaz payız belə olur da. Dostlar, konservatoriyada oxuyuruq.
Mən təzə qəbul olmuşam. Bir həftədir dərsə gedirəm. Bütün ilin necə deyirlər? Bütün ilin elə bil Problemləri hamısı gözünün qabağında. hamısı da elə bil yəni görürəm də bu şüşsən. Bütün ili hal-hazırda təsəvvür edirəm necə keçəcək. Sumqayıtdan Əslində Bakıya. Mən Mans. Kimə deyirəm ki, Sumqayıtdan gəlirəm? Bizən belə bir şey olur. Oy, belə eləyirlər. Bu deyirəm Sumqayıtdır da, Ətsamıza biraz yaxındır. Cəmaət nəyəm, hardan gördü indi. Şey onda sənə deyirdilər qaqa. Mənə nabara deyirlər ki, Novxanı Bakıya daha yaxındır. Məzələrsən. Qaqa biz Bursa bilirsən nədir söhbət? Daha yaxındır. Bursa orada elə şərait yoxdur ki, sən oradan Sumqayıtdan daha çox şərait var ki, nəinki Novxanadan Bakıya getmək. bax sən qatarın düz girəcəyində qalsaydın, Hə, onda onda rahat mindin, sıraz gəldin, düşdün. Qatardan 2-3 kilometr aralıqda qalıram. Qatara gedib çatınca Elə bu havada özü də belə. belə havada, bax məndə keçən il olmuşdu. Belə bir şey. Belə havadır. Belə dərsdən, yenə dərsə gedirəm. Gedirəm dərsə bu hava beləsə, yaş beləsə, bütün su içində yeyirəm, qatar tapıram, minirəm, gedirəm. Gəlirəm konservatoriyada, uşaqlar dərshanə, müəllimə. Biz dərslər olmayacaq, biz uşaqları zəng edib deyiblər ki, WhatsApp və internet nəzərində yazıblar ki, biz dərs yoxdur, hava ilə əlaqədar dərs atmen olubdur, təxirə salınıbdır. Mən də gəlmişəm başıma orada belə bir şey çöplərdirəm. gələcək görürəm. O çox pis. Qaqa bir gün əvvəlcədən deyim də, lap dərs günü dedim, bəlkə mən gəlirəm yoldayam, çatıram bəlkə. Dərs günü deyəndə şeydə, heç olmasa bir 2-3 saat bundan qabaq denəndə, 1 saat, yarım saat qalmış yazıb ki, biz dərs olmayacaq. Nə bileyim. Baxanlar deyəcək ki, nə vaxt olur belə bir şey. Sən şərləyirsən bizi. Hə, ya onu deyirəm, kimə deyirəm Sumqayıtdan görürəm. Hamısı bir kon belə olur da. Belə eləyir bir kon. Nədən? What the hell? Amma həqiqi elədir də qaqa. Mən görək 6-da durum ki, 7-yə çıxım qatara, 7-yə minim. 7-də qatara minim ki, 8-də olum 28-də, 9-da gəlib çatam şeyə də, konservatoriyada. Yolu da elə eləyiblər ki, sən necə elə bil elmlərdən çıxırsan, neçə kilometr gəzirsən? Bir yarım. Bir yarım gəzirsən, hə. Bir hardasa bir 15 dəqiqə elə bil gəzirsən də. Çıxırsan Bakı Dövlət də elə metronun ağzında. Elə nə var orada oxumağa? Çıxdın metrodan girdin. Qızda 9-da da satmışam. Nəsə 9-da başlayır. Qaça-qaça özü gəlmişəm də. Elmlərdə də pilləkən. Elmlərin də eskalatorı oradan da nə camaatı itəliyə. Ayaqlarca getdi də. Hər səhər, bax, hər səhər o pilləkənləri çıxıram mən, ayaqlarım bir kon keyir. Heç nə. Elə amma avtobusa minirəm də məcbur. Yəni çıxıram elmlərdən avtobusa. Rahat oldu. Pul çıxır da. Ha. Evdən çıxıram. Avtovazla getmək üçün avtobusa minirəm ki, qatarı gecikməyim. Qatara minirəm. Qatardan düşüb metroya minirəm. Metroya minib bir kon avtobusa minirəm və 7 metrə pilləkən çıxıram. Köprüsdən dayanmadan qaçır da qaqa. Qaqaş dərs oxuyacaq deyib dayanmadan qaç. Çox pisdir əslində. Ondan sonra dərs oxumaq da olmur. Qalmır. Yox. Mən Sən müəllimə nəsə danışır, məndə də eyni vəziyyətdir. Yəni müəllimə nəsə danışır, sən bundan sonra çox pisdir. Belə qalsan ki, yəni bu fikirləşirsən, ben necə qayıdacam mən eyni yol. Ancaq onu fikirləşirsən. Ancaq yol fikirləşsən də. Müəllimə nəsə danışır, müəllimə fonda danışır belə. Allah haqqı deyirəm, nə var idi ki, yəni konservatoriyanın 10 metrliyində yaşayım da, yəni o binanın yanındakı binada yaşayım. Nə var idi onda? Mən bütün enerji, alıb elmlərdə yaşayım, Nizamidə yaşayım da, onda hə rahat olardı. Bakıda yaşasan, mən gecə onsuz 1-də 2-də yatıram, 6-da durmalıyam ki, geyim dərs. Hələ bəxtimdən, bilməm bəxti nədir. Bir neçə dəfə olub ki, budilniki söndürmüşəm. Tullamışam qırağa.
Bəxtimdən deyirəm ki, bu həftə olub belə. Dərsin ilk həftəsində mən yatıb qalıram. Bir il necə eləyəcəm. Bəxtimdən nədir onun adı? Gözümü açdım ki, sırası. Səs zad yoxdur. Ha, prosta elə bil o adamın özünün deyiri o şey budulnik olur. Şey də o sən gözlədin ki, bəs səhər nə o budilnik çalacaq bunu. Yo, budulnik Elə çalıb, var. mən söndürdüm budulniki. Alır da o səndə sənə 5 dəqiqə yatıb Ha. duraram zad. Söndürdüm budulniki. Ona deyirəm ki, mənim indi öz içimdəki budulnik yaxşı işləyib deyə, sonra 7-də zadda durmuşam da, 6-da söndürüb 7-də durmuşam. Deyirdim ki, heç o da olmasaydı. Deyirəm ki, nə 1-də zadda dururam ki, o dərsə getməli idi Evet, məsələn. O çox pisdir. Heç olmasa 7-də dura bilmişəm. Qaça-qaça çıxdım. 8-də nə bilim, 8-ə yox, 7 neçədəsə mindim qatara, bilmirəm o gün necə çatdırdım. 7-də durub, deyəsən yemək yemədim, hə. Belə söhbətlər də var da. Tez getmə yemək yeməyəsən, az gedəsən. Yemək yeməmək, sonra Çox pisdir ya. Mənim bütün gün başım Mənə pis ağrıyır. çıxmasın da yəni. Başqa şeylər də var, təbatlar var, belə, təbii. Onlar da olmayan da vəbşi pis olur. Gün yəni orada keçir də yəni. Fikrin ancaq ordadır ki, mən tələbatımı yerinə yetirmədim də səhər. Gəlirsən konservatoriyada, nə dərs fikirləşə bilirsən, nə dost fikirləşə Yox, bilirsən, yemək yemədin o. nə yol fikirləşə bilirsən. Qaqa, onun üçün sən necə eləmək lazımdır? Axşamdan hazırlayırsan, nə bilim, saç sıqa çörəyi hazırlayırsan, pendir çörəyi hazırlayırsan, hot dog hazırlayırsan, nə hazırlayırsan. Salat zor şeydir. Hazırlayırsan, balaca qaba qoydun. Ya qatarda yeyirsən, orada yer tapsan elə. Qatarı da bilmirəm, metro da eyni vəziyyətdədir. Metro çox pisdir, darısı qalır. Sən necə qaqa? Ümumiyyətlə şey deyə, yəni səhv də nəsə çatmır da səhv. Belə olmamalıdır. Məncə hamı mən kimləsə belə getməməliyəm də, düzdür, yəni. Yoxdur, belə yəni içəri girib belə getməməliyəm. Nə çatışmır, neynəmə, necə düzəltmək olar, necə aradan qaldırmaq olar problemi. Metronun özü tək metro yox, metrodan çıxırsan elmlərdə eskalatora gedən yolda. Bizə necə, mən özü arxa vaqondan çıxıram. Arxa vaqondan gəlirəm belə. Görürəm ki, yandan belə cəmaət belə bir ordu yaranır. Görürəm bomboşdur, ən zor bomba kimi zad. Gedirəm ki, yavaş-yavaş dolur, çatanda o şey Elə qatara, elə vaqona min ki, o sırası çıxan kimi ekskalator. Amma fikirləşmirəm də, mən axırıncı Tərəf vaqonlara şeydir. gedirəm ki, orada sıxlıq az olur yenə nisbətən. O birində vəbşi belə zad gedirsən də, yəni. Yapışırsan şey. Allah haqqı. Bu necə aradan qaldırmaq olar? Təzən isə tikirləri dairəvi zad eləyirlər. Güya fırlanacaq güya. Bilmirəm, hələ 28-i bağlayacaqlar metroları. Biz necə gedəcəyik dərsə? Bilmirəm. 20 yanvara da girmək çox təhlükəlidir, O yəni. 28-də bağlı olandan sonra 20 yanvarda vəbşi sıxılıq olacaq. Təsəvvür eləyə bilirsən bir dənə qarışqa kimi cəmaət belə. Təsəvvür elə bir dənə ordu kimi belə 20 yanvar insan, maşın belə xaosda opşumda. Çox pis. Avtobuslar nə bilim, avtobusların probkası yaranır. Avtobus yolunda probka yaranır. Təsəvvür elə bir dənə. Mən bilmirdim onu. O 1 manatlıq avtobuslar var. Avtobus Hyundai Country'lər. Hı. 1 manatdan gelirlər. Onlar da avtobus yoluna girmiş. Hı. Onu bilmirdim bax. Mən elə bil sırf dövlət avtobusları üçün. O şeydə şirkət avtobuslarıdır onlar. County. Hyundai'lar şirkət Amma avtobusu. şirkət alır, buraxır ki, get manatdan işte Hı. belə. Hı. Belə şirkət var. Ya da ki onun spesial xüsusi Amma heç kağızı var ki, avtobus olaraq istifadə edir. o zaman. Eləyə bilər. Amma hələ ki heç o bir həftə getmişəm dərsə. Hələ ki heç 20 yanvarı sınamamışam. Sınamaq da istəmirəm yəni. Qayıtmaq asandır. 20 yanvarını. Qayıtmaq zor. 20 yanvarını. Yox, yorur demə. Qatara minsən, rahat həm yatırsan, həm nə. Nə edirsən? 20 yanvara get, nə bilim, taksi. 20 yanvar yaxındır naborot. Yox, elmlərdən elə 28 də yaxındır. Elmlər, inşaatçılar 20 yanvar. Elmlər Nizami 28. Ha.
Orada da ki şeydir, çıxırsan manatlığa minirsən. Böyle gəlsən evin yanında düşürdülər, stop qoyun. Sənə daha yaxın. Elə deyək, nə mən qatar edim. Qatardan qayıtmalı. Qatar daha zor, daha qəşəng. Çünki yaxın qalıram biraz. Neçə nə qədər olar oradan? Buradan 10 dəqiqəlik yolda belə. O da yəni plusda əslində indi başqa icrada zadda da qala bilərdim. Onda Var bizdə belə uşaq Sumqayıtda icra tərəfdə qalırdı. Onun Post tərəfdə bəxti qalırdı. qara deyir onu. Mən deyirəm nə yəni necə yeyib gəlsən? Səhər 5-də çıxıram zaten. Belə bir şey deyəyim. Yəni manatlıqla zaten gəldim. Bilirəm Manatlıqda Sumqayıtdan gəlmişəm. adi maşın olanda, yəni şey probkada dayanırdı heç nə. 1 saat elə bil etsən Ha. probkadasan da. Kimə deyirəm Sumqayıtdan gəlmişəm. Yo, eşitmək istəmirəmsə belə eləyir, nə? Yəni deyir qatarla zaten deyir avtobusa minib gəlirəm qatara. Qatardan da deyir belə gəlirəm. Ümumiyyətlə qaqa fikirləşmirsən sən bizim bütün ömrümüz yollarda gedir. Yarısı o mən 18-19 yaşım var məncə. Yarısı Yəni mən yollarda gedir. Deyirəm ki, yəni mən elə fikirləşirəm ki, mən yarısı yollarda gedir. Yol çox yorur adamı. Bilsən Mən söhbət özüm nədir? yorğun olanda əsəbi oluram. Əsəbi olanda depressiyaya düşürəm. Bilsən nə pisdir? Yol dərsdən daha çox vaxt aparır. Həm enerji daha çox aparır. Bakıda qalsaq, Vaxt daha çox aparır. sən nədir? Yəni nə yolumuza 1 saat, yəni yarım saat zad ayıra bilərik. Yəni, yolumuza yəni gündəlik nə qədər ayırırıq ki? Mən deyim də sənə 1 2 saat saat elə ora Bakıya. gəlirəm, 2 saat abartmında belə bir şey. Hə. 4 saatı belə nəsə şeyli akrulyateli 5 saat olsun yol gedir də. 5 saat yola gedir. 2 saat dərsəz. Yəni bilmirəm də. 1 saat ayırsaydıq yola, 4 saat qalırdı əlimizdə də. Ömrümüzdən gedir, nə deyirsən? Ömrümüzdən də gedir, gücümüzdən də gedir. Güc dağılır yol. Yorulursan prosta boş-boşuna. Boşuna adam yorulur prosta. O deyirlər, yəni əziyyət çəkmək lazımdırsa. Sadəcə bilsən nə əziyyət çəkmək lazımdır? Mən bu əziyyətdən hansısa xeyir görəcəm də ki, bu əziyyəti çəkirəm. Məsəl üçün, nə bilim, əziyyət çəkib nəyisə öyrənirəm də. Məsələn, kompüteri öyrənirəm, əziyyət çəkib, səs yazmanı öyrənirəm də, səsi necə yazılır. Əziyyət çəkirəm, çətin gəlir də, mən əziyyət çəkirəm, bunu öyrənirəm. Axır əvvəl bunu öyrənirəm və nəsə nəticə əldə edirəm. Mən yol əziyyəti çəkib, yol mənə nə verə bilər? Heç nə. Heç nə. Bu ala bilər səndən, Su ala bilər, mən gücümü alır, vaxtımı alır, pulumu alır. Söyle, heç nə. Pul da həqiqi, heç pul demirəm. Pul da yəni normal da yəni. Nəsə təzə bir şeylər də çıxardırlar ki. O olsa, əgər elə bir şey yoldadır. olsa, batdıq. Prost Əməlli başda. batdıq, öldük, gəbərdik. Əgər elə bir şey olsa, stipendiya olmalıdır 200 manat. Başqa çarə, yol çarəsi Qaldırıblar yox. 20 manata stipendiya görə. Yo, 110'dur. 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 10 manat qaldı. Bizə 110'dur, hə, bizə 110'dur. Əlatsız ad olsan bəlkə. Zərbəçi olanda nəm 140 olur, 130. 147 olur ha. Nəsə elə bir şey olur, nəysə. Əlaçılar 170 neçə alır deyəsən. Səhv salmam. 180 da elə bir şey. O da Hamısı 140 neçə. dəyməz, o əlatçı olasan nəm 70 manat da atmır, ona görə. Hər nəsə. Əgər o şey deyil, o Maaşı fənlər stipendiyası şey, keçə biləcək qədər oxusan, keçə biləcək qədər. O prost- 110'dur da o. Çox qarışıq eləyiblər. Mən başa düşmürəm, deyir kavikulumda olacaq, nə bilim, sərbəst iş də olacaq, o da olacaq, bu da Ha. olacaq, deyir 50 bal yığa bilərsən, deyir, imtahana girənə kimi deyir, 50 bal yığa bilirsən. 50 bal. Sən başa düşmən necə yığırsan onu? Bir sən məzədə orada. Elə ki, hər kalokumda 10 bal verirlər də,
Kalokumda yəni ən yüksəkdə. Kalokumda çalışırsan 10 bal, 3 dənə kalokum olur. Sərbəst iş olur və nədir onun adı? Dərslərə davamiyyət 5 dənə 10 balın olmalıdır ki, 50 olsun. Və 51-i keçirsən imtahanı. Mən keçən elə yola görə kəsildim də indi yəni. Kəsildim, indi stipendiya zad almıram. Sən sonrası 110 manat alırsan. Stipendiya zad almıram bu il. Kəsildim, bu yolda qalmışam mən ancaq. Bu aktyorluq sənəti deyil səni. Qaça gəlir səni. Mən bir 10-15-dən uzaq və 20 dəqiqə gecikmişəm. Müəlliməyə demisən, hə? Ha, demişəm, Nə deyib? Heç mən Çünki bizdə şey var. Deyir, bilmir, nə, başı çıxmır onda. Müəllimədən də soruşum, bizə başım çıxmır ki, deyir, Nədən? bilmirəm, deyir. Necə olacaq, deyir, nə olacaq, deyir, sənin gecikməyin. Niyə mən qayıb yazırsan dinə? Müəllimə yazmır da, orada Hə, gəlirlər hər sənə. Gəlirlər ki, 10 dəqiqə keçir dərsdən, gəlirlər ki, filan kəs buradadır, filan kəs buradadır. Məndə bizdə deyir Sumqayıtdan gələnlərə deyir 10 dəqiqə keçirilir deyir. Belədir. İngilisində belədir. Bir dənə Sumqayıtdan bir dənə də qaqaş gəlir, deyir ona 10 dəqiqə gözləyərəm zət belə deyir. Nədir onun adı? Kimin? O qaqaşın. El səvəri idi, nə idi? Ziya deyildi. Ziya Bünyada. Prospekti. Короче, В общем, maşın zor şeydir, hə? ya bilirsən, nə deyirdim? Aktyorluq sənətindən də kəsildim. Səhərlər idi dərslər, yəni çatdıran bilmirdim. Yollar, bizdə də qazmışdılar yolunu, yenə o xanada da mən qalmışdım mən elə. Ki, necə gəlib çatım qatara. Qatar belə keçirdi qabağımdan beləsinə. Çox pis. 123 ilə gedirdim. 123 ilə də gedirdim. 123 çox asta gedir. Bilməm niyə belə olur. Ən çox pis bilirsən nədir? 123 Astanovkadan kənar saxlayır. Adam gəlir beləsinə, saxla eləyir. 3 metrdən sonra o birisi deyir ki, saxlayır mən düşüm. 3 metr keçir, o birisi belə əl eləyir, saxla. Yenə binir, o birisi də oradan 3 metrdən sonra saxla mən burada düşüm. Ölə gedir, hə, belə. Hə, ölə gedir beləsinə. Bu Astanovka ilə, yetim Astanovkada saxlasın, vaxtımızdan getməsin. Bu yarım saatlıq yolu gedir, 2 saata, 3 saata gəlib çatır. Hələ probkanı demirəm Binəqədidə. Binəqədiyə girsən probkada hansı. Avtobus zolağı yoxdur orada vəbşi. Ancaq probkada dayanır avtobus. Binəqədidə indi hal-hazırda, yəni yaydan bəri indiyə kimi qazıntı aparılır Binəqədi-Bakı yolunda. Düz ortada belədirsə qazırlar oranı. O qazıntıya görə probkadır ora. Bu həftə getmişdim 123-nə. Nə bilim, ala 2 saata zada ancaq o probkadan çıxdı da o yetim. Hə. Demədi, çarda qalırsan, budur. Novxanada demişdim. Dedin? Hə. Nə işdir? Bayaqdan müzakirə edirdik ki. Hə, yadıma düşdü. Deyirəm axı, necə oldu? Novxana. Partlayır da. Maşın elədir ki, zor şey. bir sənəyə görə Novxanadan gəlsən, lap olsun probkadır, nədir? Bilirsən ki, maşındasan, öz maşınındır. Peçi qoşmuşsan, soyuqca peçi qoşmuşsan, istidir kondisioneri qoşmuşsan, musiqini qoşmuşsan, oturmuşsan, probka olsun, nə olsun, oturmuşsan da maşındasan. Də götürmüşsən, oturmuşsan maşında, nə bir istəyirsən, zavtrıq verəməmsən, evdən çıxmışsan, zavtrıq götürdün, yeyə gedirsən, buterbrotdan zatdan, kofe qoymuşsan. Belə, yəni ancaq bilirsən nədir söhbət, yəni bilirsən ki, özünsən də, kimdənsə iyi gəlməyəcək. Oy da iyi demək ala, bir həftədir da.
o nə iyiydi. Mən o iyi şəxsən təsvir eləyə bilmərəm sənə o iyi. Abi sən nə bizə nə blət nə iyi o. Yanmışam özdə. 1 saat burnumun direği sındı ya orada. 1 saat mən orada gedincə Bakıya çatınca. Ayda. Burnumun direği ya. Allah neydi o? Dostlar. Dizodorantdan istifadə edir. Dezodoratla gedən iyiydi o. Qış neyini bir qış zibillikdə girib eşələnib sonra gəlib minib qatara. Belə bir iyi gəlirdi yəni. Çox pis. Blət. Nə deyirdim mən? Gigiyena. Gigiyena. Atır, sözü ortaya Bak atırıb. mənə yazı gəldi. Gigiyena. Belə belə mənə mahnı qoyun. Bu şey. Tıttırı zadı. Gigiyena. Ha. Sağ ol brat. Lüktan sıkıra yine. Gigiyenadan yani istifadə eləsən yəni. İstifadə eləsən yəni. Gigiyenadan yararlansan. Zor olarak. Pizdesi. Sal öz cibinə də belə. Ve küçük pauzadan sonra biz yeniden buradayız. Söhbət belədir. Dərəbərəm daram daram tam tam. Siz söhbət belədirə baxırsınız dəyərli dostlar. Studiyada sizinlə Nihat İbadov, Və sən niyə yox? Nihat İbadov və İsmail Mikaildir. Hər birinizi xoş gördük. Bu gözəl yağışlı havada özünüzü necə hiss edirsiniz? Ay blas. Ay. O da getdi. Dostum, deyəsən çöldə yağış yağır, hə? Çöldə tufan var. Başlayırsan. Bəlkə gələn podkastda Ceyhun Samedovu çağırırıq. Ceyhun Samedovu gözləyir bizim podkastda. Ceyhun Samedov gəlsin bizim podkastda. Öyle ki podkast həmişə Maşın maşında burada olmayacaq. oturur, Hə, hə? arxada. Bir nəfər amma yeri var orada bir nəfərli ya. Joseph Abba. Lütfen dostlar pedalza. Ay bile. Joseph Abbas gəlsin be. Ben çırptırmıram. En maraqlı suala yenə soruyorsun. Çırptırırsan zaten. Hala bir de olsun burada. Neyse ha. Joseph Abbas çağıraq gəlsin. Təbii ki maşında olmayacaq bütün podkastlar. Çalışdığımız qədər fərqli məkanlar seçməyə çalışacağıq. Mən niyə birdən sürüşdü aksentim bilmirəm. Çalışıcı. Çalışdığımız qədər çalışacağıq ki biz fərqli məkanlarda gedək podkast çəkək. Bir de Ukraynalı dostumuz var. Allah canı sağ eləsin. Konservatoriyada. Çok fərqlənirdi. Urus dilində zad danışıram. Yani ben ona privetler gaga. Sağ ol gaga, necəsən, nə var nə yox? Qulağı tərk edə bilirsən. Macera dolu Amerika, Amerika. Belə bir mahnı var idi, yanındadır. Ha. Macera dolu Amerika. Nədir ki o? Eldar oxumuşdu deyəsən. Yadımda belə. Eldardısı XL verəcək. Traktor qapısıdır, nədir bu? Avtobus qapısı. Cəld ol biraz, cəld ol. Tez olun, tez olun. Tez ol qalxır, tez ol. Bu niyə nə deyir doğrudan, hesablaşıram mən. Mən niyə tez olmalıyam? Yəni Niyə də yəni?
Niyə mən avtobusda tez hərəkət eləməliyəm də qardaş? Sən öz saat, metroda da belədir. Biraz cəld ol, düşənlərə yol ver, nə bilim nə, düşən mənə yol versin də, belə baxandı. Yox, düşənlərə yol vermək lazımdır. Ya o düşməsə sən hara minəcəksən? Düşməsə başına minərəm. Elə bir şey ola bilər də. Düşənlərə yol vermək lazımdır. Sonra minmək lazımdır. Əqəqə, prosta bir sən nədir? Bizimkilərdə elə şey yoxdur ki, soxsun özünü. Mesela bir sənədir söhbət. Yəni Çalışır. o qatar dayanmalıdır ki, o birisilər çıxan momenti gözləsinlər, o birisilər 10 saniyə içərisində necə mübadilə ola bilər ki? Girməlidirlər, həm də düşməlidir. Çünki Düş-gir mübadiləsi necə olacaq onun? ancaq düşənləri gözləsək, yəni Metro çıxıb qalacağıq gedəcək. orada belə desək. Çox pisdir ki. Ya gərək bilsən necə olur? Düşənlər sırayla düşürlər. Yəni bizimki soxur özün ora. Düşən də rahat düşə bilmir, minən də rahat minə bilmir də, söhbət orasıdır. Ya biri vəbşi düşə bilmir, nə bilim, gəlib azadlığa zada çıxır. Azadlığa çıxır. Efirindəki Azadlıq sana. Azadlığa deyir, azadlıq prospektini. LRT gelsin canınızı. Gəl bir dənə bölümdə sırf belə eləyək də. Bilə eləyək, ya. Yo belə eləyək. Lənətə gəlsin. LRT gelsin şey. Mən ancaq lənətə gəlsin deyəcəm orada. Lənətə gəlsin Michael. Bu iş çox bədabətli olacaq. Qəribə dünyada Firuzu sevdadır. Firuzu sevdadır. Bir budu sevdadır. Bu podkastda lənətə gəlmiş insanların musiqilərinə yer yoxdur. Böyle Zayava'ya bak. Lənətə gelmiş İnsanlar Lənətə ve- gəlmiş insanların, bəli. Əsəbləşirəm. Nəysə. Kesip de gelir seni. Kəsməyib. Balığı kesip. Xoşum gəlmir də, yəni bilmirəm kəsib kəsməyib. Yəni vezmə deyil. Prosta xoşum gəlmir adamla. Qaqaş da. Nəysə. Lənətə Uğurumuz gəlsin. nəysə. Lənətə gəlsin Michael. Bu nədir? Lənətə gelsin Nick. Biz nə yiyəcəyik? Lənətə gəlmiş yollar çox uzundur. Ya bu, ne bu görəsən bir şey bunlar. Michael, bu lənətə gəlmiş yollar məni çox görür. Başa düşürsən dostum? Niye böyle uzundur bu yollar? Gitarla getir. Yollardan danıştık riski. Uzun yollarda Yox. oxuyaq. Daha getdim gitara daldım. Ağzı. Sağ ol. Gələn dəfə eləyərik. Mən niyə Yollardan Flora Qaqaşa danışdın döndüm axı. axı? Gələn dəfə eləyərik. Bu yüncə sevaplı olacaqdır. Hər birinizi gözləyirəm. Ya qırmızıyım sen göğsün. Yeni limanlarda yox. Orada nədir? Qırmızı deyil, səhraydı. Olsun. Mən də boğazım qırmızıdır. Belə dəxilsiz görsənir. Başı göydü, boğazı qırmızı. İkisi sıxıb belə boğazı. Sən vəbşi qızarmısan. Belə. Sən nədir söhbət? Belədirsən. Oo. Axır dediyim odur ki, yəni maşınla gedib gəlsən, biləsən ki, özünsəndir. Yəni kimdənsə iyi gəlməyəcək, hansısa xala durub başında beləsə dayanmayacaq ki, qışa bax. İndiki cavanlar belədir də, yer zad vermirlər zət yerinə, dayda gəlib. Arı çəkilənməz.
Mənə yol vermir. Kül qabı Hə, yiyəcələm kül qabı dayı. idi. Dayılardan veşdiniz kül qabı yiyəcək. Argoza çəkmaqdan çəkilir. Çox qorxulub nə iyi gəldi da. Gəl dirir bənsin ya bura. İndiki cavanlarsa. Ne de demək ki, qış vücut evdə də yatmayıbdı. Səhər də yol qaçıb da qatara. Elə qayda oturdum, sırası gəldilər ki, Sən deyim sənə, mənim başıma çox belə hadisə gəlməyib. Ki, oturum nə, şöyle gəlsin mən. avtobusda çalışam, arxada oturum, ən dibdə də, yuxarıda. Ki, orada heç kim heç nə deməsin mənə. Bir dəfə minmişəm, başlayam, nə daydaydı. Qolum sörkübdü ayağıma beləsi. Belə sörkəyibdi elə bir ayağıma. Ben sonra belə baxdım ki, ya, salamatçılıqdır, dedik. Bir də gördüm ki, eləmir də, təsir eləmir, belə baxdım ya beləsinə. Belə də elə eyni qaydada da. Bir də qoydum belə əlindən beləsinə, deyib, belə elədi. Deyim, neyin sən iki zat? Deyirəm, patstavka zad almışsan, nədir bu deyirəm. Belə baxır, deyir ki, ha, deyir, nə olub iki zat? Deyirəm ki, başqa yeri sörkəm də, bu nədir deyirəm, sörkəmlisən üstümə. Şimdi qəribə də insanlar minir, avtobusla, qatarazada. Nə bilim, hələ. Qəribə insanlar. Da belə. Qəribə insanlar çoxdur əslində. Hələsi özünə görə qəribədir də. İndi qəribə sözünün altında hansı söz gizlənibsə, tamaşaçıların özləri biləcək. Hələsi özünə görə qəribədir. Qəribə dünyadır zıvırsın. Duyur qoyur. Yəni insanlar yəni çox qəribədir. Yəni hərəsi özünə görə qəribədir. Biz də özümüzə görə qəribə ola bilərik. Yəni sadəcə insanlar qruplara bölünür də. Bir var qəribə insanlar, bir var çox qəribə insanlar. Qəribə Və insanlar. dəhşətli səviyyədə qəribə Hə. insanlar. Yəni amma hamısı qəribədir yəni. O- Özünə görə. Ha. Normal insan yoxdur ümumiyyətcə. Böyle normal bir insan çıxıb qabağıma. Yox, şey olmur. normal adam yox. Hərəsi özünə görə yəni nəsə. Çox Ya- danışmaz. Yəni sus artıq ha. Gələn bölüm düşünürəm ki, McDonald's oldu. Sən çox şey istəyirsən zaten. Düş buradan deyəcək. McDonald's-da deyəndə gələn bölüm bilmirəm. Bəlkə bu gələn bölüm oldu, yəni bilmək olmaz. Ya bu ilk çəkdiyimiz videoda əslində. İlk deyil. Yəni çoxdan bundan- çəkirik. Bundan qabaq yəni Gəlirəm, hansını paylaşacağıq. Yəni Ha. paylaşacağımız ilk paylaşdığımız video olacaq. Öyle bilmirəm də yəni. Bir də Bəlkə heç bölüm çəkək. bunu da bəyənmədik bəlkə də heç bunu da paylaşmayacağıq bəlkə. Nə bölüm yatırıq ancaq. Yuxu qrupu. Hə. Yuxu. Yatır ancaq. Burada bitirək. Yuxun təzə mahnısı çıxıbdı da. Əsdi külək, sustu xəzərimiz. Nay, dara, hey. Bəyəndim mən, qəşəngdir. Neyse. Yağış kəsdi. Podkastı da kəsməyin vaxtı gəlib məncə. Dostlar, bu podkastın konteksti ondan ibarət idi ki, maşın zor şeydir. Maşın zor şeydir. Nəsə demək istəyirsən? Maşın zor şeydir. Söhbət belə idi dostlar. Söhbət belədir. Gələn söhbətlərə qədər özünüzə yaxşı baxın.
Sen niye kaşların əmələ geldi birdenbire? O ne kaşlar? Oy bile. Oy bile nefse. Aa!